Soyuq və dumanlı Budapeştdən hamıya salam. Bugün bazar günüdür və plan olmadan gedirəm mərkəzə doğru boş-boş gəzməyə. Bu gəzməyə sizdə qoşmaq istəyirəm. Ona görə də gedək, daha doğrusu gözləyək, avtobus gəlsin. Bazar günü olduğuna görə avtobus 15 dəqiqədən, 10 dəqiqədən bir gəlir. Amma bəxtimə uzaqdan görsənir. Gözləyə görək hansı gəlir. 276 gəldi, yaxşı ki. Bu düz bizim yurtdan Pramla gedir metroya kimi. Dialogistləri 4-5 stansiya dayana gedir. Bekarçılıqdır. Gedim burada Gringo bizdə olan deyəsən City Car'dır. Maşın kiralamaq. Dəqiqəlik falan skuter üçün götürüb sürə bilirsiniz. Dedim gedim ondan sürüm, həm də sizə göstərim ki burada necə olur. Qeydiyyatdan necə ki, daha doğrusu maşını necə götürə bilərsiniz, niyə edirsiniz, necə olur bu proses. İstədim bunu da sizə göstərim. İndi bir dənə proqramdan bir dənə maşını rezerv eləmişəm. Ona doğru gedirəm, tapa bilsəm. Deməli telefonda birinci Gringo'ya giririk. Burada ətrafında olan maşınları görə bilirsən. Burada bu üstünə saat şəkli olan mən rezerv elədiyimdə digər maşınlara da buradan baxa bilirsən. Maşın nömrəsidir, rəngidir, baterikasıdır, harda olduğu falan göstərilir. Yürümə, daha doğrusu nə qədər yaxınlıqda olduğu da göstərilir. Burada da bunların qiymətləridir ki, bu da burada etiketi olur ki, yəni bu yola çıxa bilər. Daha doğrusu magistral yola. Bu da mənim para getdi bu. Bu da mənim rezerv elədiyim maşındır. Artıq saata baxır 2 dəqiqəyə rezervdən çıxır. 20 dəqiqə rezerv vaxtı var. Buradan da naviqasiya ilə tapa bilərsiniz maşının konumunu. Maşını açırıq. Keydən keçir. Buradan bu tarifi seçirik. Bizdən maşın şəkillərini çəkməmizi istəyir. Gələk maşın şəklini seçək. Hala da durub yanında. Bir şəkli. Bu iki şəkli. Qaldı elə bir ki, onu çəkilir. Bu şəkil. Bir dənə də sol arxadan şəkil istəyir. Onu da çəkirik. Bunu da göndəririk. Burada gəl maşının hansı bir qəzası varsa, baxırıq ətrafına. Qəzası varsa onu deyirik. Mən yoxdur deyirəm. Maşın kilidi açıldı. Və vaxtımız da başladı buradan. Güzgüsün. Açırıq. Ehtiyatla minirik maşına. Deməli, maşına mindik. Bu istəyinib ki, çox. Maşına mindik. Burada düyməsi, start-stopu buradadır. Torumuza basırıq. 2-3 saniyə saxlayırıq. Maşın işə düşür. Daha doğrusu bir dəfə zamok açılır. Bir dənə basıb saxlayırıq. İşə düşür. İşıqlarını da yandırırıq. Ambiyansı falan. Yəni belə balaca ucuz maşın olmağına baxmayın. Sistemini qızdıran da var. Hətta burada xətt takip sistemi də var. Burada telefonu rahatlıqla qoyub yola davam edə bilərsiniz. O zaman gedək. Maşın gəldim, saxladım. Buradan görünsə şey bastım, gedişi bitirdim. Gedişi bitirəndən sonra
Maşın sönür. Düşüb yenə hər tərəfdən şəklini çəkirik ki, yəni heç bir qəza olmadığını sübut eləmək üçün. Şəkillərini çəkirik. Çox da belə keyfiyyətli şəkil olmasına gərək yoxdur. Götürür, qəbul edir. Belə də olsa yəni. Götürür, sonra da rekord edirik. Burada da bizə qiyməti çıxardır. Qiymətdə sizin üçün göstərim. Deməli 4795 forint tutub, təxmin 24 manat tutub. 51 dəqiqəyə 24 manat tutub. 52 dəqiqə 15 saniyə. Bunu bağlayırıq. Maşın bağlandı. Burada da emisiya falan məlumat verir. Yok, bir şey qurtardı. Maşını da çok uzaq bir yerdə qoydum, evə yaxın. Ona görə də bəzən sərf edir. Maşını qoydum oraya, gedirəm indi yataqxanaya. Burada bəzən dedim sizə ki 15 dəqiqə falan sürəndə daha çox sərf edir. Niyə? Çünki taksi qiymətlərindən sizə danışmaq istəyirəm. Taksi qiymətləri burada çox bahadır yəni. Taksi mindiyin fiks qiymət 1100-dür. O da təxmini 5-6 manat civarında edir. Hər dəqiqə başına 110 forint, o da təxmini 50-60 qəpik eləyir və hər kilometr başına 440 forint pul çıxır. O da təxmini 2 manat 20 qəpik falan pul eləyir. Yəni sən mindikdən sonra 1 dəqiqə 1 kilometr yol getsən 1100 plus 110, 1210 plus 440, 1650 forint ödəyəsən. O da yəni 8 manatdan çox eləyir. Yəni minib sən 1 kilometr 1 dəqiqə qabağa getsən, 1 dəqiqə ərzində 1 kilometr getsən, səndən 8 manat pul alacaq. Amma mən bu maşını 15 dəqiqə sürüb, məsəl üçün keçən dəfə aeroportdan qaydanda 15 dəqiqə sürdüm. Gecə idi, tramvay yox, avtobuslar çox gec gəlir. Taksidə minmək istəmədim. Niyə? Çünki bu daha ucuzdur, komfortlu, ucuz. Yəni oturacaq qızdıranı qoşuram, istədiyim mahnını qoşuram. Gəlirəm rahat-rahat. Həm də ünvanıma çox yaxın yerdə saxlamağa yer var. Ona görə də mən ona təxmini 1100 forint civarı ödədim. O da eləyir təxmini 5-6 manat. Yəni ki, taksi ilə gələndə mən 20 manata yaxın pul verəcəkdim, amma Gringo'dan istifadə elədim ki, 5-6 manat məndən pul çıxdı. Həm də rahat, komfortlu şəkildə istədiyim kimi gəldim. Ona görə də Gringo burada sərf edir bəzən. Belə də sıxıntıdan da sürmək üçün də ideal seçimdir məncə. Yəni 24 manata 52 dəqiqə sürdüm. Yəni yaxşıdır məncə. Nə bilim, gəzdim də şəhərdə özüm üçün. Məncə yaxşıdır. Yəni kimdən soruşmuşam, burada qalan yataqxanada qalan uşaqlardan da, yəni digər başqa burada limon falan da var. Onlardan da istifadə eləmək olur. Amma ona bizim Azərbaycan pravası keçmir. Burada Azərbaycan pravasını gedib dəyişmək də mümkündür. İstəsən gedib öz prava verirsən, Azərbaycan pravasını, sənə Macaristan pravasını verirlər. Götürüb gedirsən. Amma nəsə proses vardı indi orada da. Mən bilən amma ödənişsizdir, çünki mənə elə demişdilər. Ödənişsizdir, gedib verirsən, amma sən Azərbaycan pravalı səndən alırlar və sənə Macaristan pravasını verirlər. O pravanı əgər alsam, ondan sonra digər kiralama şirkətlərindən falan da maşın götürə bilərəm. Əgər burada maşın alası olsam və ya tutaq ki, gəlmişsiniz, burada maşın sürmək istəyirsiniz və ya maşın alıb sürəsiniz, belə deyim, sizin prava, yəni Azərbaycan pravası 6 ay müddətində keçir burada. 6 aydan sonra əgər siz yenə də burada qalırsınızsa, misal üçün mənim kimi tələbəsinizsə və ya başqa bir hər hansı işlə bağlı buradasınızsa 6 aydan sonra pravanı dəyişməlisiniz. Çünki 6 ay keçərlilik müddət var. Ondan sonra qəbul eləmir. Belə. Gringo ilə də bugün başımızı qatdıq. Səs-küydən bilmirəm, dəqiq eşidilir ya. Gringo ilə də bugün belə vaxtımız keçirdim. Sizlərlə də bölüşdüm ki, yəni necə olur proses necə olur? Birdən əgər yolunuz Budapeştə düşsə, sürmək istəsəz falan məlumatınız olsun. Bu qədər işlə gedirəm evə. Sağ olun, salamat qalın. Videomu bəyəndinizsə bəyənin, komment yazın, abunə olun.
Sağ olun, salamat qalın, gecəniz xeyrə qalsın.